kimi uşaqlar, yer kürəsində havanın üfüqi hərəkəti külək adlanır. Gözə görünməyən küləyin tərkibi də müxtəlif qazlardan ibarətdir. Düzdürmü? Davamını Əsnad sən gətir. Buyur. Küləyə anemometr adlanan xüsusi cihazla ölçürlər. Aha, düzdür. Küləyin, yəni hansı sürətlə yer dəyişməsini düz qeyd elədin, cihazın adını və külək dəyirmanının adını yəqin ki, eşitmirsən. Hə? Dostlarımızın da az da olsa məlumatı var. Mən deyirəm, nə bilirsən o haqda, sən də danışardın. Dəyirmanın pərlərini külək fırladır. Həm də isə külək qidaların məhsulun bol olmasına təsir göstərir, düzdür. Çünki bitkilər tozlanır. Başqa, bitkiləri tozlandırır da külək. Həm də küləyin bəzi pis cəhətləri də var ki, yəni dağıdıcı təsirləri var, o haqda deyirsən. Məsələn, boran, sonra çovğun, qasırğa. Düzdür. Fırtına, tufan. Yəni bu da müxtəlif təbiət hadisələridir, bildiyimiz kimi. Külək amma isti günlərdə bizə nə gətirir? Sərinlik gətirir. Aha, sərinlik gətirir, düz deyirsən. Külək turbini haqqında yəqin ki, eşitmirsən. Bəli. Buyur, məlumat ver dostlarımız da bilsin, bəlkə bilməyənlər var. Külək turbini küləyin gücünü elektrik enerjisinə çevirən böyük bir cihazdır. Onu bir dəyirmana bənzətmək olar. Külək əsdikcə turbinin qanadları fırlanır və bu hərəkət elektrik enerjisi yaradır. Külək turbinləri enerjisini küləkdən aldığı üçün havanı çirkləndirmir. Bu, heç bir yanacaq yanmadan və zərərli maddə buraxmadan baş verir. Yəni, külək turbinləri elektrik istehsal edərkən havaya zərərli qazlar və ya tüstü atmazlar. Tamamilə doğrudur Əsnad. Çox sağ ol məlumata görə.